Alemlerin Rabbi olan Allah Azze ve Celle'ye hamdü senalar olsun. Onun Resulü iki Cihan Güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salat-ı şerifler olsun. Allah'ın rahmeti, bereketi, mağfireti cümlemizin ve bütün ümmeti Muhammed'in üzerine olsun. Aziz, değerli kardeşlerim, bugünkü cümle vaazimizin mevzusu vesvesedir. Yani her bir Müslümanın başına gelecek, her halımızda yaşayacağımız bir emellerden aslı olmayarak, ister ibadet hayatımızda, ister günlük hayatımızda bizden daima, ister Kur'an-ı Kerim'in ifadesiyle minel cinneti ve nas. O deyir, cinlerden de var, insanlardan da var o şeytan ki, ve unutmayalım ki bu dünya imtihan dünyasıdır. Yani ibadetlerimizde bile ibadetlerimizi yerine getirmek için hazırlaştığımız o destamaz olsun, ister güsul olsun, her zaman bizimle beraber olan şeytan vardır. Ki ona göre Rabbimize sığınacağız. Her zaman Euzu billahi mineşşeytanirracim. Her bir işimizde Bismillahirrahmanirrahim diyeceğiz inşallah. Çünkü bu bir hakikattir. Bu bir hakikattir ki negatif bir enerji var. Bu negatif enerjini aldığın zaman insan hakikaten de huzuruna tesir ediyor. Huzurunu pozar. Yani hele manevi bilgileri koyak qırağa, hakikaten de alimlerin keşfettiği insanın vücudundan tutmuş etrafında enerjiler var. Hakikaten enerjiler var. O insana menfi de təsir eləyir, müsbət də təsir eləyir. Ona göre her zaman bu misalı veririk. Ətir tükanına girdiğin zaman, senden oradan çıktığın zaman, oradan o ətir tükanından ayrıldığın zaman senden necə ki ətir iyi gələr. Bir kömür tükanından çıxarsansa, başka bir qoxulu bir yerden çıxarsansa, gedərsinsə, senden o iyi gəlmiş olar. İnsan da belədir. Bir var rahmani bir qoxu, bir de var şeytani qoxu. Bu bir hakikattir. Hem enerji olarak hem de bize büyük bir təsirləri vardır. Bugünkü mövzumuzu ona göre işlemeye çalışacağız ki elbette zamanımızda bize lazım olan mövzular var. Onlara toxunmaqdır niyetimiz. Her zaman dediğimiz kimi hadis-i şeriflerin ışığında. Elbette. Şeriatimizin, İslam'ın buna bakış açısı necədir? Bu barədə Resulullah Efendimiz ne buyurur? İnşallah o şekilde mütaliə edəcəyik. İlk hadis şərifimizdən başlayırıq. Abdullah İbn Mesud radiyallahu anh'dan rivayet olunur. Resulullah sallallahu aleyhi ve sellem belə buyurmuştur. Adem övladına şeytan da, mələk də yaxınlaşar. Şeytanın yaxınlaşması pisliğe sövq etmək ve hakkı yananlamaqdır. Mələyin yaxınlaşması ise onu xeyrə çatdırmaq ve ona hakkı təsdiq etdirməkdir. Kim vicdanında bunu xeyrə yönəlməyi taparsa, onun Allah'tan olduğunu bilsin ve Allah'a şükür etsin. Kim de daxilində digərini şeytanın vəsvəsəsini tapsa, daşlanmış ve kovulmuş şeytandan Allah'a pənah aparsın. Bu hisler hamımıza her zaman gələr. Ve misallara hayatımıza bir daxil olalım. Bəzən bir xeyir bir iş görmək istediğin zaman bir anlık qəlbin yumuşalar. Qəlbinə bir sükunət gələr. Mən onu Allah için edim. Ama bir andan sonra sənə bir vəsvəsə gələr. Senin neyine lazım? Sen mi edeceksen? Tek sen mi kaldın?
Yəni bu sualları artırmaq olar. Sən ona edəndən sonra sənə kim edəcək yardımı və yaxud da sən bitəcək yardımın bitəcək və yaxud da sənin əlində nə qədər var ki, sən onu edirsən. Yəni bu sualları artırmaq olar. Bu sualları əslində verənlər kimdir? Şeytan və onun tələbələri. Hər zaman var. Ona görə yaxşı bir iş gördüyün zaman deyir, bax, tələsin. Mütləq bilin ki, bəhanə ilə gələcəkdir. Allah rızası üçün bir iş gördüyü zaman tələsin. Həm niyə görə tələsin, bilirsinizmi? Xeyirlə tələsin. Çünki sən bilmirsən, bir dəqiqədən sonra sənə ömrün, Allah o ömrü verəcək, yoxsa verməyəcək. O anını dəyərləndirmən lazımdır. Bu birinci növbədə. Bir müsəlmanın baxış açısı. Yəni, həmən bunu edim Allah üçün niyyətlənmişəm, aman da nə bilim mən, bir saatdan sonra mənim başıma nə olacaq, nə gələcək və həyatda olacam mı, olmayacam mı, bilmirəm. Birinci növbədə bu niyyətdən. İkinci də səni ondan daşındıracaqdır. Mütləq. Bax, elə düşünməyəyin ki, yəni elə bir fantastik bir fikir yürütməyəyin ki, şeytan hansısa bir halda gələcək. İnsan şəklində gələcəkdir. Belə mübarək görünərək, mömin, belə mütəvazı görüb gələcəkdir. Yəni elə zənn eləməyən ki, ancaq elə hədis şəriflərdə şeytan, yəni saçı saqqalı dağınıq, belə bəzər formada düşünməyən ki, biz ayığıq, gördük ki, adamda nəsə var. Xeyr. Nə övliyalar cildinə girdən şeytanlar var. Dərviş görünənlər var. Ona görə birinci şəriətdir. Quran-ı Kərim, sünnətə baxmaq lazımdır. Görüm orada nə var. Analiz eləmək üçün ona da kamil bir təfəkkür lazımdır. Kamil bir elm lazımdır. Bilmirsən, bilənlərdən, əhlindən soruş. Ona görə ayıq olmaq lazımdır. Ona görə bu hal hər kəsə gələr, hədis şərifə baxdığımız zaman bu hal gələr. Ona görə bir müsəlman ayıq olmalıdır. Başqa bir hədis şərifdə Əbu Hüreyrə belə nəql edir. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm bəzi sahabələri içimizdən bəzən söyləməyi belə böyük bir günah saydığımız şeylər vardır, vəsvəsələr vardır, ya Rasulullah dediyi zaman Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm qayətdə belə cavab verdi. Hamınız eyni hissləri keçirirsinizmi? Deyə sordu. Onlar da belə dedi. Ya Resulallah, bəli, cavab verdi. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem onlara belə cavab verdi. Bu apaçıq bir imandır. Yəni, bəzən suallar verirlər ki, yəni, düzdür, bu dəstəmaz halında baş verirən çox vəsvəsə olanlar var. Allah o qardaşlara kömək olsun, yardım olsun. Çünki həqiqətən də çox dəhşət bir vəsvəsəli qardaşlar var. Rast gəlmişik. Yəni, hər zaman onlara Allaha sığınmağı təlqin eləmişik, söyləmişik. Çünki insan bilirsiniz ki, şeytan insanı tək içki ilə, zina ilə, apaçıq günahlardan aldatmaz. Şeytan insanı dinlə də aldadar. İndi inşallah elə bir hədisə gələcəyik ki, inşallah onun üzərində dayanacaq. Həqiqətən də insanı dinlə də aldadar şeytan. Sağdan gəlməyi də var, yəni şeytanın. Ona görə ayıq olmaq lazımdır. Yəni, sahabənin etdiyi nədir? İçimizdən bəzən söyləməyi belə böyük bir günah. Yəni, o təqvanın bir məhsuludur. Diqqət edirlər sahabələr. Allah Resulü s.ə.v nə deyir? Bu apaçıq bir imandır. İmanın bəhrəsidir. Yəni, bir işdə titizlik varsa, səliqəlik varsa, titiz davranırsa, o imanın bəhrəsidir. Yəni, qorxmasın o insan. Əbu Hüreyrə radiyallahu anh nəql edildiyinə görə Rasulullah sallallahu aleyhi ve sellem belə buyurmuşdur, sizdən birinə, bax, zamanımıza gələn bir hədis, əsas bu zamanda, sizdən birinə şeytan gəlib, bunu belə kim yarattı, onu belə kim yarattı və sonunda Rəbbini kim yarattı deyə soruşar.
mütəmadi olaraq vəsvəsə verər. Bu dərəcəyə çatdıqda o şəxs dərhal şeytandan Allaha pənah aparsın və vəsvəsəsini dərhal sona çatdırsın. Baxın, şeytan bugün bizim ən çox bu hədisə yönələcəyimizi demişdim. Yəni mən bu zamanda insanı dinlə çaşdırır. Yəni bəzən bəlkə də burada söyləmişəm, bir nəfər, bəlkə 15 ilin söhbətidir bu. Bir gənc mənə yaxınlaşdı. Yəni bunu heç kim ağlına belə gətirməsin. Dedi, qardaş, bir gün deyir, öz-özümə düşündüm ki, hər şeyi Allah yaratmış, bütün bu nizamı Allah yaratmış. Görəsən Allah necədir? Adam yəni belə sərbəst şəkildə öz fikrini anlatır. Yəni mən demirəm ki, yanlış etdim, düz etdim. Sadəcə olaraq içinə gələn bir şey söylüyor, etiraf edir. Dedi, bir dəqiqədən sonra, elə bir ki, bir dəqiqə keçmədi deyir. Olan bir şey söyləyirəm. Adamın anlattığını. Dedi, az qala ürəyim partlamışdı. Elə belə deyir, fikirləşdim ki, görürsən Allah necə varlıqdır. Çünki insan bəşərdir denə, bəşər təfəkkürü ancaq o qədər dərk edir. İnsan, əl, ayaq. Deyir, bir dəqiqə keçməmişdi, deyir, düşündüm belə, yavaş-yavaş, gördüm ki, ürəyim partlayır. Musa aleyhissalam nə deyir? Tur Sina dağında. Allah azze və cəl nə dedi? Lən tərani, sən məni görəməzsin. Yəni, bəzi qeybi məsələlər var ki, qardaşlar, yəni bilin ki, orada şeytanın bir oyunu var. Oyundasan, xəbərin olsun. Çox qeybi məsələlərə dalmamaq lazımdır. Çünki şeytan səni oradan allatacaq. Bu, əlbəttə ki, hər kəsin dərəcəsi eyni deyil. Baxın, burada görün nə qədər, bəlkə 2000-dən çox adam var. İstər həyətdə, yəni məscidin həyətində olsun, birinci qatda olsun, burada olsun. Hər kəsin iman dərəcəsi eyni deyil. Sizə söyleyeyim. Ona görə kəlam elmi dediyimiz, əqidə elmi dediyimiz, onu oxuyan insanlar birinci təməli güclü olmalıdır. Yoxsa ən çox aldadan yer orasıdır şeytan. Müsəlmanlardan söhbət edir. Ona görə bu İslam sözün mənası nədir? Lüğətlə, təslim olmaq. Həzrəti Əbu Bəkir radiyallahu misalı. Amenlə iman etdim və səddaqdır, doğru söylədi. Bəzi məsələlərdə işte iman budur. İnandım, təsdiqlədim. Deyəcəksən. Yoxsa şeytan səninlə oyun oynayacaq. Ona görə bəzi məsələlər var ki, qeybi məsələlər var ki, özəlliklə də əqidə dərslərində ora girməmək lazımdır. Müəyyən bir təməl var. İmanını gücləndirəcək. Yəni, sənin, belə deyək, Allaha yaxınlaşdıracaq şəkildə, ona o qaydada elm öyrənməyin vacibdir öz yerində. Amma ondan ötəsi səni çaşdırar. Sən istihad, müstəhid alimlər qədər elm sahibi deyilsin. Ona görə diqqətli olmaq lazımdır. Əbu Hüreyrə radiyallahu nəql etdiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Allah dilləri ilə söyləmədikcə və ya əməli olaraq həyata keçirmədikcə ümmətimi qəblərindən keçirdikləri səbəbi ilə sorğu-suala çəkməz. Bəzən içimizə elə fikirlər gəlir ki, elə axmaq fikirlər gəlir ki, bunu deyən qardaşlar da var və hamımızdan keçər. Yəni, o müsəlmanlara, o insanlara, o qardaşlara üzümüz tutaraq söylüyor ki, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem Müslümdə keçən bir hədisdir. Nə deyir? Ümmətimin qəblərindən keçirdikləri səbəbi ilə sorğu-suala çəkilməzdir Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem. Biz əməlimiz və dilimizdən sorumluyuq. Yəni, bizim bəzən iradəmizə daxil olmayan məsələlər var. Müdaxilə edə bilmirik. İçimizdə olan danışıqlara, insan tək dilinlə danışmır ki, içinlə də danışır.
Ona görə dilimizə gətirmədikcə ondan sorumlu deyilik. O insan özünə dərd etməsin. Çünki şeytan onu o yöndən də aldada bilər. O da bir vəsvəsədir. Başqa bir hədisdə Əbu Hüreyrə radiyallahu anh nəql etdiyinə görə Rasulullah sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Uca Allah belə buyurur. Məndən pis bir iş görməyi könlündən keçirsə, dərhal bunu onun əleyhinə yazmayın. Əgər o pis əməli edərsə, onda onu bir günah yazın. Yaxşı bir əməli etməyi könlündən keçirsə, lakin onu edə bilməsə, onu bir savab olaraq yazın. Əgər o yaxşı əməli etsə, buna 10 qat yazın. Burada İslam dininin, İslamın, Allahın ikram sahibi olduğunu bildirən bir hədisdir. Yəni bir insan içindən keçirsə ki, insanıq, nəfsimizə bəzən uyuruq. Mən gedib onu vurur, məsələn, ona bir şiddət göstərsəm. Onu əməlinə keçirtmədikcə deyir, Allah onu belə küfr olaraq, günah olaraq yazmaz. Əmələ keçirtmədikcə. Baxın, onun əksinə baxın hədis-i şərifdə. Bir müsəlman da gözəl bir iş gördüyü zaman onu əmələ keçirdə bilməsə, niyyətinə görə savab yazır Allah. Amma əmələ keçirtdiyi zaman da 10 qat savab yazır. Bu da nədir? Allah ikram sahibidir. Allah mərhəmətlidir. Bu onu göstərir. Və insanın həqiqətən son olaraq mən bir hədis-i şərifə toxunacağım inşallah. Bizim bəzən bilirsiniz, insan gözünün gördüyünə inanan bir varlıqdır. Ən çox, yəni inandığı. Yəni bəşər olaraq belə yaradılmışıq. Bir söz söylürsən, hətta da iki bir gətir bir baxım görüm nə idi. 10 bir dənə baxım, deyirəm ki budur da, məsələn, oxuduğum budur. Yox, bir dənə baxım görüm, qaynağı nədir onun? Çünki insanıq. Çünki insan bu şəkildə yaradılmışdır. Yəni, gözünün gördüyünə daha çox tatmin olur. Və özəlliklə də bu dövrdə həm elmin, həm texnologiyanın inkişaf etdiyi dövrdə daha çox vəsvəsənin olduğu bir dövrdə yaşayırıq. Artıq hər gördüyümüzə inanmamağa çalışırıq. Çünki süni intellektdə hamısı görürsünüz, nə günə düşdü. Artıq bir insanı montaj eləməyənə var ki, ona şərətmanı var ki, əvvəl belə şey ağlımızdan keçməzdi yəni. Hətta əvvəl bunun sirri açılmasaydı, gizlin bir texnologiya sunulsaydı yəni, deyərdik ki, bu nə axmaq insandır, bu nə əməldir deyərdik. Artıq da bir videoya belə güvənmirik. Çünki o dövrə gəldik də. Çünki niyə görə? Elə işləyirlər ki, videoları. Deyirsən ki, Allah Allah, bu insan bunu etdi. Həqiqətən budur mu görəsən deyə. Artıq həqiqətən vəsvəsənin ən güclü bir dönəmində yaşayırıq. Bir hədis-i şərifdən deyim sizə. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin özü belə bunu söyləmiş sahabəyə. Nə söyləmiş? Allah Resulü sallallahu aleyhi və səlləm bilirsiniz ki, Ramazan ayında etikafda olur. Və bir gün onun xanımlarından biri olan anamız, bizim ümmətin anası Səfiyyə binti Hüyey onu ziyarətə gəlir və o çıxdığı zaman, oradan çıxdığı zaman sahabələr oradan keçir. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem baxın, Allah Resulü ola aləmlərə rəhmət olaraq göndərilən bir Peyğəmbər və sahabələrin anam atam sənə fəda olsun ya Resulullah dediyi o əshabına deyir ki, durun deyir, durun deyir. Onlar sahabələr dururlar. Buyur ya Resulullah, deyir, mənim yanımdaydı, xanımlarındandır, Safiyyə idi ha. Əshabına deyir bunu. Çünki hava qaranlıq çökmüş. Ya Resulullah deyir, bu nə sözdür deyir. Olar mı deyir, elə bir şey deyir, biz sənə qarşı. Bax, mükəmməl, möhtəşəm bir söz deyir Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem. Şeytan deyir, insanın deyir, damarda deyir, qan necə axar deyir. Şeytan insanın damarında elə axar. Bu söz deyir. Kim olur olsun. Bax, sahabəyə belə bunu deyir. Çünki bu bizim nə deməkdir? Bu mesaj nə deməkdir? Bilirsiniz ki, ən üstün xalqdır sahabə. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemin
iman edən xalqlardan, yəni hər bir peyğəmbərin xalqı var, bilirsiniz ki, həvarilər keçir, Hz. Muhammed s.ə.v-in onun xalqına əshab deyirlər. Ən üstün insandır, orada belə peyğəmbərimiz uyarır. Deyir ki, yəni, şeytan sizin damarınızda qan necə axarsa elə axar deyir, uyarır. Yəni, vəsvəsə haqdır, vəsvəsədən, belə deyək, bacardığımız qədər, yəni çalışağın ki, vəsvəsəli insanlar, vəsvəsəli qardaşlar bir əhli insanlardan paylaşsın ki, içindəyini qarşısından paylaşsın ki, onu boğmasın, onu başqa fikirlərə yönətməsin, onu paylaşsın inşallah. Allah cümləmizi şeytanın şərindən, şeytanlaşmış insanların şərindən və cinlərin şərindən mühafizə eyləsin. Amin.